Bu telefona artıq virus düşüb. Gördüyünüz kimi tez-tez reklamlar çıxır. Yəni harasa girirsən, avtomatik ekrana reklamlar gəlir. Bezdirici. Bəs bunu necə düzəldə bilərək? Yəni bu reklamları necə təmizləyə bilərək? Silə bilərək? İndi videoya axıra kimi baxın və siz də öyrənin dostlar. Bunun üçün nə edəsiyik? Ayarlara daxil oluruq buradan. Buradan aşağı proqramlar bölməsinə keçid edirik. Buradan. Və burada bizim xoşumuza gəlməyən süpürgə proqramları, nə bilim mən, antivirus proqramları, qeyri-adi proqramlar varsa buradan silirik. Təbii ki, silə bilsək. Çünki internet açıqdır deyənə, dəqiqə başı ekrana reklam gəlir, harasa giririk, avtomatik qabağımıza çıxır. Yəni, telefonda əməliyyat elə bilmirik, bezdiririk. Bunun üçün Wi-Fi-yə bağlamalıyıq mütləq. Bağladıqdan sonra dostlar, yenə ayarlar bölməsinə keçid edirik. Əlbəttə ki, eləyə bilsək. Buradan ayarlar bölməsinə keçidib yenə proqramlara daxil oluruq. Wi-Fi bağladıqdan sonra yoxsa girə bilməz. Wi-Fi bağlayıb bir neçə saniyə deyək gələ bilər. Amma ondan sonra daha gəlməyəcək. Nəsə buna da atkaz edirik. Yenə giririk proqramlara. Proqramlara daxil olub yenə dediyim qaydada süpürgə proqramları, oyunlar, nə bilim mən, antivirus proqramları, belə şeylər görsəz o dəqiqə silirsiniz. Axtarıram, gözümə hər hansısa bir xoş gəlməyən proqram varmı? Telefonun öz radnoy proqramları yox. Hər hansısa bir yüklənilən sonradan süpürgə proqramı kimi proqramı. Əsas da onlardan gəlir. Hər hansısa bir qeyri-adi proqram varsa bizim istifadə eləmədiyimiz və onu silməyə çalışırıq. Mümkün qədər buradan silin. Həmin proqramın üstünə basanda aşağıda sil var. Udalit var və yaxud da hansısa dildədirsə. Oradan udalit edin. Bax, gördünüz bir dənə proqram var. Bu proqram nəsə xoşuma gəlmir. Və bunu buradan silirik. Geri qalan çoxsu öz proqramlarıdır. Yəni, telefonun üstünə gələn proqramlardır. Bunu istəsək belə silə bilmərik. Yəni, içəri girəndə onun üstündə sil yazılmırsa, bilin ginən ki, bu telefonun özünün üstünə gələn proqram. Bunlardan sizə təhlükə yoxdur. Yenə də həmin proqramı özündən reklam gələrsə, oradan datanı təmizləyə bilərsiniz dostlar. İndi o xoşuma gəlməyən proqramı oradan sildim və yəni heç istifadə eləmədiyimiz deyək. Onu sildim, təzədən Wi-Fi açdım, görüm reklam gəlirmi? Əgər yenə reklam gəlsə, deməli başqa bir proqram var. Və indi yenə də yoxlayırıq. Yəni dəfələrlə çıxırıq, giririk. Bəzən belə axtaranda tapılmır. Təkrar geri qayıdıb, misal üçün qaleriyaya girib, oradan geri ayarlara girəndə tapılır. İndi buradan əlavə nəsə yüklənilən proqram varmı baxaq. Çünki bu virus tipli reklamlardır. Biri var reklam proqrama gələn, bir də virus tipli reklamlar. Buradan YouTube-da təmizləyirik. Çünki YouTube-dan çox bildiriş də gəlir. Bəzən bunu virus kimi tanıyırlar. Yəni çaşırlar da insanlar. Elə bilirlər, ha, virusdur bu. Amma halbuki YouTube-un özündən gələn bildirişlərdən gələn bildirişlərdir deyək. Bildirişlərdən gələn bildirişlərdir. Hər ehtimalla bunun da datasını təmizləyirik. Həm telefonumuz yüngülləsin və rahat işləsin dostlar. Və artıq gördüyünüz kimi telefonun Wi-Fi-mizi də açmışıq və xoşumuza gəlməyən orada proqram var. Onu silmişik. Deməli, həmin reklamlar o proqramdan gəlirdi. Bayaq Wi-Fi açıq olduğu halda dayanmadan ekrana reklamlar çıxırdı. Hal-hazırda gördüyünüz kimi heç bir reklam gəlmir. Biz təkrar tam dəqiqləşdirmək üçün yenə də çıxırıq və təzədən ayarlara daxil olub, təzədən baxırıq ki, xoşumuza gəlməyən şey varmı? Nəyə görə çıxıb girirəm? Çünki bəzən buradan axtarırıq, heç nə tapılmır. Təzədən təmiz çıxıb, ekrana qayıdıb, təzədən ayarlara girəndə, proqramlara girəndə görürsünüz ki, orada gəlir də, görürsən yenə oradan gəlir. İndi bura baxıram, burada göstərirmi batareyanı ən çox nə istifadə edir? Gördüyünüz kimi əlavə heç nə yoxdur, tərtəmizdir. Bura baxa da bilərsiniz, məncə baxmağa ehtiyac yoxdur. İndi mən müştərinin telefonu deyən hər ehtimala baxıram dostlar. Tam dəqiqləşdirirəm də, yəni müştəri o bu yolu gəlir, düzəltdirir, geri gedib təzə reklam gəlməsin. Bu 100% garantilidirmi? Xeyr. Çünki virus təkrar düşə bilər. Təkrar uşağa verəsiniz, oyunlar yükləyəsiniz və təkrar düşmə ehtimalı var. Bu qədər sadə. Videom faydalı olsa kanalıma abunə olub, videomda bəyənməyi unutmayın. Əlavə sualınız varsa şərh bölməsinə yazmağı unutmayın dostlar. Sağ olun.